Mobil telefonun bir xüsusiyyəti haqqında danışmaq istəyirəm. Bu, sizin həyatınızı qurtara biləcək bir xüsusiyyətdir. Hər bir telefonda insanın tibbi məlumatları yer almaqdadır. Bunları ora siz özünüz əlavə edirsiniz. Ad, soyad, doğulduğunuz il, ay, gün, xəstəliklər, qəbul etdiyiniz hər hansı bir dərmanlar, orqanizmdə olan problemlər, nəyə allergik reaksiyanız var, qan qrupunu göstərilir orada. Bunları təcili yardım işçiləri bilirlər ki, 2 düyməni basmaqla, iPhone-da göstərəcəm, yan düymələri, səsin yuxarı və söndürülmə düyməsini eyni zamanda basanda burada 3 dənə məlumat çıxır. Onlardan biri medicaldır. Yəni bunu açmaqla insan haqqında buradakı məlumatları almaq olar. Burada hətta ilk növbədə kimə zəng olunacağı barədə də məlumat ola bilər, yerləşdirilir. Bu məlumatlar nə zaman lazım ola bilər? Hər hansı bir insanı avtomobil qəzası zamanı onu huşsuz şəkildə, halsız şəkildə tapdığında bu məlumatları oradan götürüb istifadə etmək olar. Hətta yaxınları ilə də əlaqə saxlamaq mümkündür. Ona görə telefonda bu məlumatları ora əlavə etməyi məsləhət görürəm. iOS-da Health adlı tətbiq vasitəsilə edə bilərsiniz.